Salam, kanalımıza xoş gəlmisiniz. Mən psixoloq Nigar Quliyeva. Bugün sizlərlə öz güvənimizi necə gücləndirə bilərik, necə daha sağlam eləyə bilərik, bunlarla bağlı bəzi metodlar verəcəm və bu metodları həyatınızda tətbiq edəndən sonra artıq özünüz dəyişimi hiss eləməyə başlayacaqsınız. Bilirik ki, özgüvən çox güclü və lazım olan bir resursumuzdur. Özgüvənli olmaq həyatın bir çox sahəsində bizə təsir eləyir. Sizə danışacağım 5 metod olacaq və bunlar çox önəmli, çox sadə görsənən, amma əslində təsir eləyən metodlardır. İlk verəcəyim metod mən öz həyatımda da tətbiq eləyirəm və həqiqətən çox işə yarayır. İç səsini dəyişdir. Yəni bu nə mənaya gəlir? Çox vaxt iç səsimizlə, özümüzlə etdiyimiz dialoqlar həyatımıza çox təsir eləyir və əslində bizi yönləndirməyə başlayır. Məsələn, deyək ki, hansısa çətin bir iş var və mən orada deyirəm ki, mən bunu eləyə bilməyəcəm, mən bunu bacarmayacağam, bu iş mənə uyğun deyil kimi cümlələrlə əslində özümüzü sabote eləmiş oluruq. Bu iç səsimizi pozitiv səsə dəyişdirmək mümkündür. İndi sizə deyəcəyim cümlələri həmişə yanınızda daşıyın, çünki hər zaman sizə kömək olacaq. Deyək ki, bir iş var və mən o işlə bağlı deyirəm ki, mən bunu eləyə bilməyəcəm. Bunun yerinə, bunu dedikdə artıq özümü sərhədləmiş oluram. Bunun yerinə, bu iş eləyə bilərəm, amma indi eləmək istəmirəm. Bu iş çətindir, amma indi buna halım yoxdur. Bu işi bacarmaqdan qorxuram, amma eləsəm ardı gələcək. Çünki mütləq sizin həyatınızda da olub, hansısa bir iş sizə çətin gəlib, amma eləyəndən sonra görmüsünüz ki, əslində asan bir iş və ya o çətinliyə dəyər imiş. Və bunu düşünə bilərəm ki, bu iş mənə çətin gəlir, amma eləmək yollarını araşdırıb öyrənəndən sonra artıq daha da rahat eləyə bilərəm. Bizim psixologiyada çox önəmli, hər dəfə üstündə dayandığımız bir mövzu var. Düşüncələr duyğularımıza təsir eləyir, duyğular isə davranışlarımıza təsir eləyir. Biraz da bu haqda danışacağım. Məsələn, mənim neqativ bir iç səsim var və mən o iç səsi özümdə eşidirəm ki, hə, mən bunu bacarmayacağam. Okey, bu gedir beyinə və arxa planda, beynimizin arxasında olan duyğularımıza təsir eləməyə başlayır. Mən qayğılı hiss eləməyə başlayıram və ya günahkar və ya həyəcanlı, narahat, gərgin. Bu duyğuları hiss eləyəndən sonra artıq davranışlarıma da təsir eləyir. Məsələn, mən o işi eləmirəm və getdikcə ertələyirəm, öz həyatıma təsir eləyir bu, özümü tənbəl hiss eləyirəm, özümü lazımsız hiss eləyirəm və belə bir döngü başlayır artıq, neqativ döngülər. Amma mən düşüncəmi pozitiv dəyişdirdikdə, məsələn, hə, bu iş çətindir, indi eləmək istəmirəm və ya bu iş çətindir, amma öyrənərək eləyərəm dedikdə, artıq beynin arxasında o duyğu dəyişməyə başlayır. Məsələn, narahatlıq yerini buraxır sakitliyə və ya gərginlik yerini buraxır hüzura və bu davranışlarıma da yansıyır. Daha sakit insan oluram və ya özümü uğursuz hesab eləmirəm, uğursuz görmürəm, məsuliyyətlərimi sevərək yerinə yetirirəm. Digər bir nöqtə, yəqin ki, müəyyən qədər bədən dilindən xəbəriniz var. Məsələn, deyək ki, mən hardasa özümü pis hiss eləyirəm, özgüvənsiz hiss eləyirəm və avtomatik belə oturmağa başlayacağam. Bunu fərqində olaraq eləməyəcəm. Ya da bu şəkildə və ya əllərimi ayaqlarımın arasına salıb belə oturacağam. Çiyinlərim aşağı düşəcək, başım aşağı düşəcək. Bunlar baş verəcək. Çünki bədən artıq görür ki, mən özümü narahat hiss eləyirəm, özgüvənsiz hiss eləyirəm. Artıq bədənim öz-özünə sevgi göstərməyə başlayır bu şəkildə. Öz-özünə şəfqət, mərhəmət göstərməyə başlayır. Və artıq görəndə ki, bədəniniz bu reaksiyanı göstərir, sizi qorumaq üçün sizə sevgi göstərməyə başlayır. O anda bədəninizi düzgün şəkilləndirin, düz oturun, başınız yuxarıda olsun və əlləriniz rahat bir şəkildə olsun. Çünki artıq siz bədən dilinizi dəyişdirərək bir yerdən düşüncələrinizi də yönləndirməyə başlayırsınız. Amma bu demək deyil ki, hə, hər şeyimi düzəltdim, amma başım aşağı danışıram yenə. Bu da işə yaramaz, çünki tamamilə bədəninizə artıq o siqnalı verməlisiniz ki, mən özgüvənliyəm. Başqa bir məqam sərhədləriniz olmalıdır. İnsanlara yox deməyə bacarmalısınız. Belə düşünün. Özünüzü düşünməyib, qarşı tərəfi düşünürsünüz ki, birdən sərhəd qoymasam qırılar, incinər, mənlə danışmağı kəsər. Həmin an siz başqasını düşünürsünüz, özünüzü düşünmürsünüz və qarşı tərəf də çox tələbkardırsa, sizə qarşı çox tələbləri varsa, o da onsuz da özünü düşünür həmin an. Sizi düşünərək sizə o tələbləri yeritmir. Sadəcə görür ki, sərhədlərinizi qoruya bilmirsiniz və egoist bir şəkildə sizin üstünüzə gələrək bundan bir türlü istifadə edir deyə bilərik.
Sərhəd qoymağın özgüvənə təsiri çox-çox yüksəkdir. Sərhəd qoymağı öyrəndikcə insan özgüvən resursunu daha da təməlini gücləndirmiş olur. Yox demək, nə qarşı tərəfə pis bir ifadə işlətmək deyil, nə hörmətsizlik, tərbiyəsizlik eləmək deyil. Yox deməkdə nazik bir dillə, incə bir səsləndirməklə deyə bilərsiniz. Məsələn, kimsə sizdən bir şey istəyir və siz bunu eləmək istəmirsiniz. Sırf artıq bu fədakarlığa girir ki, özünüzdən ekstra efor sərf eləyərək o insanın dediyini eləyirsiniz. Nazik bir şəkildə deyə bilərsiniz ki, məsələn, mən indi bunu eləmək istəmirəm, çünki halım yoxdur. Mən indi bunu eləmək istəmirəm, öz öncəlik işlərim var. Mən indi bunu eləmək istəmirəm və ya o görüşə gəlmək istəmirəm, çünki özümə məxsus səbəblərim var. Yox, bu qədər əslində asan bir şeydir. Ara sıra insanlar üçün, sevdiyiniz insanlar üçün bir şeylər eləyə bilərsiniz, amma ara sıra bunu həqiqətən özünüz istəyirsinizsə, öz ürəyinizdən keçirsə, təbii ki, bunu eləyə bilərsiniz. Bu artıq fədakarlıq sayılmır, amma dozunda olduğu müddətcə. Bir digər şey, özgüvən risk sevir, cəsarət sevir. Ki bu həqiqətən belədir, yəni risk ala bilməyən bir insanın özgüvənli olma ehtimalı çox aşağıdır. Gəlin biraz bu barədə də danışaq. Məsələn, mən bir şeyə risk eləyə bilmirəmsə, cəsarətlə bir qərarı eləyə bilmirəmsə, deməli məni artıq qorxum, qayğım, təşvişim yönləndirir. Mən onları yönləndirmirəm. Yəni məni duyğularım yönləndirir, duyğularım idarə edir. Və bir insan əgər duyğuları idarə edirsə, artıq orada bir problem olduğunun göstəricisidir bu. Biz öz seanslarımızda da əslində duyğularını bir növ idarə etməyə öyrədirik. Çünki bizim davranışlarımızın səbəbi duyğulardır. Duyğuları yaradan isə düşüncələrimizdir. Risk ala bilməyən insan həmçinin yeniliyə bağlı olan bir insandır. Məsələn, deyək ki, mən hər gün evə gedirəm və hər gün eyni yoldan o evə gedirəm. Hər gün eyni insanlarla danışıram. Hər dəfə öz işimdə eyni texnikaları istifadə edirəm. Bundan başqa eyni mağazaya girirəm, eyni yerdən alış-veriş edirəm, eyni şeyləri yeyirəm. Bu artıq mənim risksiz, standart bir həyat yaşadığımın göstəricisidir. Amma evə gedən yolu başqa küçələrlə getmək, o mağazaya çıxan yola belə başqa yollardan getmək, fərqli mağazaya getmək belə kiçik-kiçik əslində risk addımlarıdır. Və sizə bu elə-belə görsənsə də, əslində o qədər təsir edir ki, özgüvən təməlini qoymağa, o binanın zəminini qoymağa. Ona görə də belə kiçik risklərə sadə bir şeymiş kimi baxmayın. Elədikcə, həyatınıza tətbiq elədikcə sizi istədiyiniz yerə də götürəcək. Birdən-birə heç kəs yüksək risk ala bilməz, cəsarət eləyə bilməz. Çünki bu çox təbii haldır. İnsan özü-özünü öyrətməlidir. Məsələn, sən artıq evə gedəndə fərqli yollardan istifadə edirsən, deməli, özünü fərqli baxış bucaqlarına açırsan, özünü yeni perspektivlərə açırsan. Və bu, sənin bütün həyatında, həyat axışında təsirini göstərməyə başlayacaq. Həqiqətən beynimizdəki neyronlar da o zaman dəyişməyə başlayır. Çünki biz öyrəşmişik, məsələn, bayaqdan danışdıqlarım negativ danışırıq, düşüncə, duyğular bizi idarə eləyir, düşüncə, duyğular bizi idarə eləyir. Bundan başqa eyni şeylərlə risk almadan eyni həyatı, eyni davranışları təkrarlayırıq. Artıq neyronlarda eyni qalır və bu şəkildə neyronlarımız da dəyişməyə başlayır. Bayaqdan danışdıqlarım hər biri əslində bir-birini dəstəkləyən metodlardır və amillərdir. Özgüvəni insan olaraq doğulmursan, özgüvəni özün inşa eləyirsən. Əgər dediklərimi həyatınıza alsaz, artıq bir ay sonra özünüz özünüzdəki o dəyişimi görəcəksiniz. Özgüvən təkcə görsənməklə, görüntü ilə deyil, həmçinin də içində olan o insanı kəşf eləməklə bağlı bir şeydir biraz da. Və bu təsir etməyə başladıqca həyatınızda da müəyyən qədər problemlərin həll olduğunu görəcəksiniz. Öz həyatınıza yön verməyin keyfini alacaqsınız deyə bilərəm. Bir ay sonra bunun fərqinə varmaq da böyük bir uğurdur mənə görə. Bu arada bunu da deyim ki, uğurlarınızı heç vaxt kiçik görməyin. Hər bir uğurunuzu qeyd edin. Qeyd etmədiyiniz, özünüzü təbrik etmədiyiniz uğurun davamı gəlməz. Ona görə burada özünü təbrik etmək də çox önəmli bir şey. Günlük məndən bu qədər. Məni dinlədiyiniz üçün təşəkkür edirəm.